Türkiyə İran ərazisinə müdaxilə etməyi planlaşdırmır. Türkiyə ABŞ tərəfindən İrana hücum olunacağı təqdirdə İslam Respublikasının ərazisinə müdaxilə etməyi planlaşdırmır. Gəzaltı Qafqaz İnfoya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə ABŞ tərəfindən İrana hücum olunacağı təqdirdə Türkiyənin təhlükəsizlik məqsədi ilə İran ərazisinə müdaxilə planlaşdırdığına dair yayılan iddialar həqiqəti əks etdirmir, nazirlikdən bildirilib. Qurum, Türkiyənin regiondakı bütün münaqişələrin sülh yolu ilə həlli və burada sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyini bəyan edib. Xatırladaq ki, daha əvvəl bəzi kivlərdə ABŞ ilə münaqişənin kəskinləşəcəyi təqdirdə Ankaranın İranda bufer zonası yaradılması planları hazırladığı məlumatları yayılmışdı. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.